ya Zahra, ya Zahra, ya Zahra, ya Zahra, ya Zahra. Yanır gemlidir, salır yada Zehrani. Dilim səsləyir o banoyu üzmani. Yanır gemlidir, salır yada Zehrani. Dilim səsləyir o banoyu üzmani. Gülü xeyrol vəra, ümidim asava. Kərəmli babündə olan şəhlər gəda. Gülü xeyrol vəra, ümidim asava. Kərəmli babündən olan şəhlər gəda. Bəzmi matəmdə qarə geyərəm, qəmli dildə adın səsləyərəm. Ay xanım, qəmlərin yada salıb yanaram. Sinə vuram ya Zəhra deyərəm. Hele bu günlər Xanım Zeynəb belə ana vay naləsi ucalıb Mədinədə. Deyir ana, 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 ana. And olsun xanım Zəhraya. Evdə özüm oxumuşam, ağlamışam. Özüm oxumuşam, ağlamışam. İmam Zaman bir əlimdən tut bunu bir oxuyayım bu aşiqlərə. Ana bu 9 ildə kim deyər ki şəmi eşqə yanmadın. Atam əyağına fəqət keçən gecə duranmadın. Keçən gecə duramadım. Anasıyla danışırdı. Ana, bu 9 ildə kim deyər ki şəmi eşqə yanmadım. Atam əyağına fəqət keçən gecə duramadım. Onun gözünü silməyə qolu bir qorxuz. Onun gözünü silməyə qolu bir qalxızamadım. Dedim nədən əlinə Anacan, əlim niyə onun gözünü silməyə ana qolu bir qalxızamadım. Dedim niyə əlinə sən ağladın, mən ağladım. Anam laylay, anam laylay, anam laylay, anam laylay, anam laylay, anam laylay. Demirsən anam laylay, anam. Zeynəbin səsinə səs verdi. Anam laylay, anam laylay, anam laylay.
Yadigar qalsın bu məsciddə. Allah bilər gələn il mən ölərəm ya qalaram. Şimdi bir də bunu sizə oxuyan, qoy yadigar qalsın. Özümdən aparım qəbr evinə. Ana bu 9 ildən kim deyər ki şəmişqə yanmadım. Atam ayağına fəqət keçən gecə duranmadım. Onun gözünü silməyə qulubi qalxızanmadım. Dedim nədən əlinə sən ağladın, mən ağladım. Anam lay lay, anam lay, maşallah anam lay lay, anam lay lay, anam lay lay, anam lay lay. Hamı deyəcək ay çöldə olanlar, anam lay lay, anam lay lay, anam. İndi sən bir əlinin sözünə bax. O Zeynəbin sözüydü, anasıyla danışırdı. İndi Əli Zəhranla danışır. Fatimə can, Fatimə can, əmoğlun gözdən olub Bəşirəvan. Amandı ver səsimə səs, munisim oldu qüssəvı ahı fəqan. Yaralısan Zəhra dur, Nazilə yatma belə dur, məni ağlatma belə dur, gün kimi batma belə dur, yanıram mən Zəhra dur, çox dedildə mühənim dur, köməyim yoxdur mənim dur, qoymas olsun çəmənim dur, yanıram mən. Baxın Zəhranın tabutuna, Zəhra xəcalətəm Fatimə can, heyf ola zəhmətim gedibdi hədərə. Peyğəmbərin əmanətin necə bu halda tapşırım Peyğəmbərə. Yaralısan ay Zəhra dur, gör necə qüssəliyəm dur, mənəm oğlun əliyəm dur, qoyma cici əliyəm dur, yanıram dur, məndən üz tutma belə dur, qoyma gəl külə dur, dəm qənimət deyələ dur, yanıram mən. Amma belə bir söz dedi, dedi Fatimə can, Həsən baxır, buna bax, Həsən baxır, hərasilə o təngi küçədə görən nələr olur. Yəni deməkdir ki, Zəhra can, Həsənin ağlamağı bir başqadır. İmam Həsən ağı anayasında belə yana ağlayardı. İmam Əli deyərdi, oğlum sən niyə belə ağlayırsan? Dedi, atacan, axı mən görənləri bacım, qardaşlarım görməyib. Amma anama şillə vuranda yanında mən olmayacağım. Ana, anama şillə dəyən
İmam Həsən ağa neçə il ömr elədi? Qoca kişiyə bənzərdi. Axı uşaq əgər bir uşağında bir müsibət görsə, insan əgər bir müsibət görsə uşaqlıqda ölənə qədər yadından çıxmaz. O da İmam Həsən ağa elə yana ağlayardı ana müsibətində. İmam Əli gördü İmam Həsən ağlayır, amma əlində bir şey var. Əlində bir şey tutub arada açır belə. Baxır yenə də yumur. Dedi Həsəncan əlində nə var belə ağlayırsan? Dedi atacan hər kimin hədiyəsi var, əldə böyük sarəsi var. Anamın məndə fəqət paralanmış sırğası var. Ya Zəhra, ya Zəhra, ya